Bu dersimizdə map və set klassları ilə tanış olacaq. Gəlin ilk olaraq map klassı ilə tanış olaq. Map key və value'dan ibarət, yəni açar və dəyərdən ibarət cütləri saxlayır. Ən vacib xüsusiyyət də budur ki, istənilən tip açar ola bilər. İndi qarşımızda const user bərabərdir new map klassını bu şəkildə yazmışıq və gəlirəm bura user nöqtə ilk olaraq set metodu ilə gəlin tanış olaq. Set metodu obyektə, yəni user'a dəyərlər göndərir. İlk olaraq açar sözü yazırıq, yəni name yazıram. Daha sonra virgül qoyub value-nu əlavə edirəm. Və misal ikinci dəyər əlavə etmək istəsəm, tutalım ki, burada age yazıram və burada number bir dəyər əlavə edirəm. Biz bunun dilini ingilis dili qoyaq və nöqtə vergülü bu şəkildə vermiş olaq. Daha sonra konsola user yazdığım zaman baxın 0-cı indeks name RNLTV, 1-ci indeks age 25 yaşında göstərəcəkdir. Və fikir verin yazılışa. Baxın burada ox işarəsi ilə RNLTV yazıb və ox işarəsi ilə 25 rəqəmini bu şəkildə qeyd edib. Yəni yazılış növü də mapdə fərqli görünür. İndi biz dəyər əlavə etdik, yəni key və value əlavə etdik. Əgər mən user içərisindəki dəyərə, yəni dəyəri almaq istəsəm, console.logda user.get deyirəm və key olaraq name'i almaq istəyirəm. Baxın, user'ın name'i RNLTV deyə gəlmiş oldu. Və yaxud da ki, age almaq istəyirəm və age 25 yaşında gəlmiş oldu. Açar sözün olub olmadığını yoxlamaq üçün isə has metodundan istifadə edilir. Yəni burada da age yazdığım zaman true, name yazdığım zaman true. Ancaq mən gəlib bura olmayan bir söz yazsam, misal üçün key yazsam, baxın false dəyər gəlmiş oldu. Çünki user içərisində elə bir keyimiz yoxdur. Daha sonra elementi silmək üçün user.delete metodundan istifadə edirəm və deyək ki, burada age'i silmək istəyirəm. İndi user'a konsolda baxdığımız zaman nə oldu? Age is not defined. Burada dırnaqlar içərisində bunu qeyd etməliyəm. Və konsola baxdığım zaman həqiqətən də age buradan silinmiş oldu və 0-cı indeksdə sadəcə key name olan RNLTV value'su gəlmiş oldu. Və yaxud da ki, ikinci dəyəri də, yəni name'i də silsəm, baxın burada heç bir dəyər gəlmiş olmayacaqdır və size 0 kimi gələcəkdir. Daha sonra bütün elementləri mən silmək istəsəm, misal bu şəkildə tək-tək deyil, bir dəfəlik silmək istəsəm, gəlirəm burada user.clear metodundan istifadə edirəm və user'a konsolda baxdığım zaman, baxın, yenə də size 0 kimi gəlmiş oldu. Əgər mən bunu yazmasam, baxın, dəyərlərim bu şəkildə gələcəkdir. Clear metodundan da bu şəkildə istifadə olunur. İndi içərisindəki dəyərlərin neçə ədəd olduğunu yoxlamaq üçün isə user.size xüsusiyyətindən istifadə edəcəyik və baxın, burada 2 rəqəmi gəlmiş oldu. Yəni 2 dəyərimizin olduğunu bu şəkildə görmüş ola bilirik. Daha sonra for of metodu vardır ki, biz for of yazdığımız zaman ilk olaraq destructor metodundan istifadə edirik. Yəni massiv içərisində keyimizi və value'muzu bu şəkildə qeyd edirik və obyektimiz də user obyekti olduğuna görə, yəni user içərisində
bir name, bir age değerlerimiz vardır. Ve konsola key'i ve value'nu yazdırdığım zaman baxın string şəklində name'i RNRTV, age'i isə 25 şəklində vermiş oldu. İndi gəlin bunun type of'una da baxmış olaq. Type of yazıram. Baxın type of string şəklində gəlmiş oldu. Və yaxud da ki value'da da yenə eyni qaydada tipi number şəklində həm string, həm number şəklində gəlmiş olacaqdır. Çünki birinin dəyəri stringdir, birinin dəyəri isə number'dır. Map klassından deyəcəklərim bu qədər. İndi isə gəlin set klassı ilə tanış olaq. Set klassı yalnız unikal dəyərlər saxlayır. Yəni eyni dəyəri ikinci dəfə əlavə etsək, əlavə olunmayacaqdır. Bu da set klassının bir özəlliyidir. İndi mən set yazıram bura və user'a nöqtə set əlavə edirəm, yəni dəyər əlavə edirəm. Misal 10 rəqəminə əlavə edirəm. Daha sonra 5 rəqəminə əlavə edirəm və yenidən 10 rəqəminə əlavə etdim. İndi konsolda user'a baxdığım zaman nə oldu? User.set. Üzr istəyirəm. Burada map funksiyasından fərqi ondan ibarətdir ki, mapdə set əlavə olunurdusa, set klassında add əlavə olunacaqdır. Yəni biz user'a, yəni set klassına bir dəyər əlavə etmək istəsək, add metodundan istifadə edəcəyik. Və konsola baxdığım zaman baxın 2 dəyərin olduğunu, yəni size 2 dəyər olduğunu görürük. Yəni burada biz 3 dəyər əlavə etmişik, ancaq set klassı nə edildi? Set klassı ikinci təkrarlanan dəyəri əlavə etmirdi. Və ona görə də sadəcə 0-cı indeksdə onu, ikinci indeksdə də 5-i əlavə etdi. 3-cü indeksi burada yazmadı. İndi set klassına, set klassında olan dəyərlərin olub olmadığını yoxlamaq üçün isə yenə də has metodundan istifadə edəcəyik. Bura user.has yazıram. Tutalım ki, onun olub olmadığını yoxlayıram. 10 rəqəmi varmı? Bəli, var. True cavabı gəlmiş oldu. 1 rəqəmi varmı? 1 rəqəmi yoxdur deyə false cavabı gəlmiş olacaqdır. Set klassında da bir dəyəri silmək üçün user.delete metodundan istifadə edəcəyik və tutalım ki 5 rəqəmini mən silmək istəyirəm. İndi burada user'a baxdığım zaman nə oldu? Burada bir mötərizə səhvimiz var. Konsola baxırıq. Baxın, sadəcə bir dəyərimiz gəlmiş oldu. Yəni 0-cı indeksdə 10 dəyəri gəlmiş olacaqdır. Bu təkrarlanmadığına görə yazılmadı. İkinci dəyərimiz 5-dir və 5 rəqəmi də buradan silmiş olduğumuza görə konsolda 10 dəyəri gəlmiş olacaqdır. Və yaxud da ki, bütün dəyərləri silmək üçün clear metodundan istifadə edəcəm. Və baxdığımız zaman size 0 kimi gəlmiş oldu. Yəni hər hansısa bir dəyərimiz artıq clear metodundan sonra olmayacaqdır. Və burada da for of metodundan istifadə edirəm. Gəlirəm for of yazıram. Və element olaraq qalmış olsun bu şəkildə user klassını əlavə edək. Yəni user setini əlavə edək. Daha sonra konsola user element yazdığım zaman baxın 10 və 5 dəyərlərini bu şəkildə görmüş olduq. Baxın, fikir verdinizsə biz get metodundan istifadə etməliyik. Get metodundan nəyə görə istifadə etməliyik? Çünki key dəyər olduğuna görə, yəni key açar sözü olduğuna görə biz get metodunu sadəcə mapdə istifadə etdik. Ancaq set klassında key olmadığına görə, sadəcə dəyərlərin özü olduğuna görə biz onu ya indeksinə görə ala bilərik, ya da ki
for metodundan for döngüsü də belə deyək, metod deyil, for döngüsündən istifadə edərək bu şəkildə dəyərləri almış ola bilərik. Bu dərsimizdən də deyəcəklərim bu qədər. Bu dərsdə də map və set klassları ilə tanış olduq. Artıq JavaScript-i gücləndirməyin vaxtı gəlib çatdı. Bu dərsdən sonra biz oyunlar yazaraq JavaScript-i gücləndirməyə çalışacağıq. Elə isə gələn növbəti dərsimizdə biraz səbirli olaq, videolara davamlı baxmış olaq və son vaxtlar YouTube kanalında videoların izlənməməyinə şahid oluram. Bəlkə də izlənilir, amma YouTube son vaxtlar nə qısa videolara, nə də ki uzun videoların izlənməyinə şərait yaradır. Eybi yox, mən yenə də videoları paylaşacağam. Yenə də izləməyənlər də nə vaxtsa bir gün izləyərlər deyə ümidi ilə yaşayıram. YouTube da bizim qarşımızı kəsə bilməyəcəkdir. Abunəçilərimiz bundan yararlanacaqdır. Əminəm ki, yararlanacaqdır. Ona görə də siz videoları izləməkdə davam eləyin. Gələn növbəti dərsimizdə ilk oyunumuzu qurmağa çalışacağıq. Gələn növbəti dərsimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.